Tamam, para Maras. Allah özü rəhmət edib ki, bu şərəfli, bu məqamı özü yetirib ki, şəhidli bir məqamdır. Allah özü Quranında deyir ki, şəhidlərə ölü deməyin, onlar mənim qatımda diridirlər. O baxımdan, yəni rəhmət düşmür. Çünki zaten cənnətdədirlər. Onların bizim rəhmətimizə ehtiyacı yox. Ölənlərin beşliyi. Bizim onların rəhmətinə ehtiyacımız var. Bəlkə onların xatirinə bağışlamalıyıq. Vətənin üstündə gedir ki, indiki insanlar buna çox qiymət verən yoxdur. İldən ilə azalırlar. Get azalır. Ancaq bu daha da çox olsun daha. Çünki bunlar bizə görə şəhid olublar. Bunlar vətənə görə, torpağa görə. Bəli, azad Azərbaycan üçün. Bizim bu indi birlə şad yaşamağımızın səbəbi nədir? Bunlar da ancaq bunlar. Çəkdikləri əziyyətlərdir vaxtında. Bəli, Allah bunların hamısına mən bunların qarşısında düz çəkirəm, baş əyirəm. Allah. Bəli. Azərbaycanın bilirsən belə unudulmaz ha. Heç vaxt bu yaddan çıxmayan bir tarixdir ki, yazıldı Azərbaycan xalqına. Mən bunlarla fəxr edirəm. Qürurumuzdur, fəxrimizdir. Vallahi bizləri biz eləyəndir. Vallahi mən biz siz lap belə istəyərəm bura piyada lap belə uzaqdan gəlib. O necə ki gedirik bir dənə deyək ki Kəbləyə gedirik, Həccə gedirik. Ya necə piyada gəzmək. Bunların nə qədər uzaqdandır məsafədən piyada gəlsən daha da soyuq hiss eləmirsən. Çünki bunların qəlbində əgər həqiqətən o istəyirdə onları duyğuyursansa, hiss eləyirsənsə qəlbində sən onu hiss eləyirsən ki, sən hara gedirsən? Elə bir böyük insanların qarşısına gedirsən ki, həqiqətən də bunlar elə bir insandır ya. Millətimizə baş sağlığı verirəm. Bir milləti millət eləyən, Azərbaycanı Azərbaycan eləyən şəhidlərimizdir. Şəhid ailələri qarşısında baş əyirəm, hörmət tanıyıram. Və qısaca bunu deyə bilərəm ki, Azərbaycan, bütöv və bütün Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan milləti cəmi şəhidlərə, qazi, veteranlara, bu uğurda döyüşüb süzayət göstərənlərə borcludur. Hətta belə vurğulayaram ki, başda şəhidlər olmaqla vətən sizlərə minnətdardır. Azərbaycanı Azərbaycan eləyən oğullar sizsiniz. Və şəhid anaların əllərindən öpürəm ki, bu cür oğullar dünyaya gətirdi. Biz bir ölərik, min dirilərik. Allaha həmd olsun, Allaha şükürlər olsun ki, 90-cı illərdən bəri Azərbaycan xalqına, Azərbaycan millətinə, bu torpaqlara olunan təcavüz intiqamı alınmışdır, cavabı verilmişdir. Ahirətə qalmayıb intiqamımız, qanımız yerdə qalmadı. Əvvəla hər şeydən qabaq Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, bizə məktəbdə müəllimlər, əskərlikdə komandirlər göstəriş verib ki, görməsəydi o günləri, vaxtı ikən olan şeyləri bizə köhnələr göstəriş verib. Vaxtında 90-cı illərin qaziləri, veteranları bizə çox şeylər göstəriblər.
Bugünkü gündə onların əziyyətinə görə biz həyatdayıq. Şəhidlərimiz olmasaydı, bu torpaq da olmazdı. Namusumuz, qeyrətimiz üstünə vurulan ləkə azad olmazdı. Vaxtında 4 il onlar çarpışıblar. Onlar qədər olmasa da cüzvi qədər nəsə görmüşüksə onunla da biz fəxr edirik. Allah şəhidlərə rəhmət eləsin, ruhları şad olsun, yerləri cənnət olsun. Çox sağ olun.